Bismillah. Bürçlərin 17 iyuna şok proqnozu və günün ən şanslı və gərgin bürçləri. 17 iyun üçün ulduzlar sakit deyil, enerji dalğalanır, qərarlar taleyi dəyişə bilər. Bugün bəzi bürçlər zirvəyə qalxacaq, bəziləri isə sınaqdan keçəcək. Qoç gözlənilməz xəbər planlarını dəyişə bilər. Emosional qərarlardan uzaq dur, axşam saatları daha uğurludur. Buğa, pul və iş mövzusunda şans sənin tərəfindədir. Gəlir artırıcı fürsət qaçırılmamalıdır. Əkizlər, sözlərin bugün ya qapı açacaq, ya da bağlayacaq. Diqqətli danış, çünki təsirin güclüdür. Xərçəng, daxili gərginlik arta bilər. Keçmişlə bağlı məsələ yenidən gündəmə gələcək. Şir, səhnə sənindir. Diqqət mərkəzində olacaqsan və uğur qazana bilərsən. Qız, detallarda itmə. Böyük fürsəti görmək üçün ümumi mənzərəyə baxmaq vacibdir. Tərəzi, münasibətlərdə dönüş nöqtəsi, ya yaxınlaşma, ya da uzaqlaşma qaçılmazdır. Əqrəb, gizli həqiqətlər üzə çıxa bilər. Bu səni sarsıtsa da uzun müddətli xeyrinədir. Ox atan, səyahət, yeni tanışlıqlar və şanslı təsadüflər mümkündür. Risk almaqdan qorxma. Oğlaq, karyera ilə bağlı ani dəyişiklik, yeni təklif və ya məsuliyyət artımı ola bilər. Dolça, yaradıcı ideyaların partlayışı, bugün ilhamın zirvəsində olacaqsan. Balıq, hisslər səni idarə edə bilər, reallıqla xəyalları qarışdırmamağa çalış. Günün ən şanslı bürcləri Şir, Buğa, Ox atan. Günün ən gərgin bürcləri Xərçəng, Əqrəb, Balıq.